Kanalıma xoş gəlmisiniz. Bugünkü videoda şüşə ampullardan plastik ampullara keçidin səbəblərindən və üstünlüklərindən danışacağıq. Nəyə görə şüşə ampullar tədricən plastik ampullarla əvəz olunur? Bu dəyişikliklər xəstəlik və tibb işçisinin təhlükəsizliyinə necə təsir edir? Gəlin birlikdə öyrənək. Şüşə ampullar açılarkən bəzən tibb işçiləri əl və barmaq nahiyəsində kəsik xəsarətləri ala bilirlər. Bu cür zədələr ağrıya, qanaxmaya və bəzi hallarda bioloji materialla təmas riski yarada bilər. Və şüşə ampulların çatışmazlıqları haqqında danışaq ki, qırılma riski yüksəkdir. Açılarkən əl kəsiklərinə səbəb olur. Şüşə qırıntılarının məhlula düşmə ehtimalı var. Daşınması və saxlanması daha risklidir. Bilirdinizmi? Şüşə ampulları açarkən mikroskopik şüşə hissəcikləri yarana bilər və buna görə də bəzi preparatlar çəkilərkən filtr iynələrindən istifadə olunması tövsiyə olunur. Məhz bu səbəbdən bir çox steril məhlullar artıq plastik ampullarda istehsal olunur. Yəni, daha təhlükəsizdir, daha rahat açılır, qırılmır, şüşə hissəcikləri yaratmır, daşınması asandır. Beləliklə, təhlükəsiz və innovasiyanın ən mükəmməl keçidi olan şüşə ampullardan plastik flakonlara keçid sadəcə bir texniki dəyişiklik deyil, xidmətin və keyfiyyətini artıran strateji bir addımdır. Yəni, sıfır yaralanma riski, mütləq sterillik, çeviklik və səmərə, yəni təcili vəziyyətlərdə flakonlardan daha sürətli açılma və qırılma qorxusu olmadan rahat daşınma və saxlanılması mümkündür. Bəli, müasir tibb və innovasiyanın təhlükəsizlik birləşdirmək bacarığıdır. Şüşənin kövrəkliyindən plastikin davamlılığına keçidlə biz həm özümüzü, həm də pasiyentimizi qoruyuruq. Videomuz maraqlı, faydalı oldusa bəyənin, kanalıma abunə olun və yeni tibb dərslərini qaçırmayın. Sağ olun.